Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizlerle milli gəlincik hazırlayacağıq. Bunun için bize bir ədəd gəlincik, zoğalı sap, zoğalı məxmər parça və zoğalı rəngdə atlas parça lazım olacaq. Və zərli lent istifadə edəcəyik. 1 metr alsaz kifayətdir. İlk öncə gəlinciyimizin ətək hissəsini tikəcəyik. Bunun üçün gəlinciyin beldən ayağına qədər olan hissəni ölçüb, ətəyin ölçüsünü alacaq. Və biraz parçanı uzun götürdüm ki, büzmə verəcəm. Sonra isə uc hissələri bir-birinə kleyləyəcəm. İstəsəniz əllə tikə də bilərsiniz. Kley quruduqdan sonra parçanı düz üzünə çeviririk və yuxarı hissəni tikəcəyik ki, iynə ilə tikəcəyik ki, büzmə verə bilək. Tam ətəyi tikdikdən sonra gəlinciyin belinə keçirdib orada büzəcəyik, belində büzəcəyik, yəni dəqiq ölçünü almaq üçün. Ətəyin tərpənməməsi üçün mən 1-2 yerdən bir də tikəcəm üstdən. Və istəyirəm ki, 1-2 yerdən kley də vurum, ətək aşağı sürüşməsin. İndi isə geyimimizin üst hissəsinə keçəcəyik. Bunun üçün yəni gəlinciyin ümumi çiyin hissələrini nəzərə alıb bir parça kəsəcəm və qol hissələri üçün 2 ədəd dəlik kəsəcəyik. Köynəyin üst hissəsində artıq parça var, yəni qarşı tərəfində. O artıq parçaları mən kəsib götürəcəm. İndi isə bu köynək hissədə, uc hissədə artıq parçamız qalıb, onu kəsəcəm. Bu parça ona görə artıq qaldı ki, mən istədim sizlərə ülgü, yəni dəqiq ülgü ölçüləri verməyim. Konkret düz parçadan tikdik, ona görə belə alındı. Rahat olsun deyə belə etdim. Ona görə gəlinciyə geydirdikdən sonra artıq parçalar alınır, onları kəsmək asandır. Və üst hissənin ətəyinə vermək üçün zərli kantımızı yarısını kəsəcəm. Çünki gəlinciyimiz kiçik olduğu üçün mənim kantım biraz enlidir.
Ona görə yarısını kəsdim. Bir hissəsini yapışdıracağım. Mən kantımın yarı hissəsin köynəyin ətəyinə vurdum. Yarısını isə qol hissəyə vuracağım. Qolları biraz büzməli eləyəcəm. Eyni ətəkdəki kimi. Qol hissələrində ətəyi tikdiyimiz qayda ilə tikirik. Eyni zərli lentdən çiyinli hissəni tikəcəyik. Həm çiyini tutacaq, həm də qol hissəni tutacaq bu kant. İndi isə gəlinciyimizin başına şal bağlayacağıq. Bunun üçün atlas lentdən istifadə edəcəksiniz. 7-8 sm enində və 10-12 sm uzunluğunda bir atlas lent lazım olacaq. Uc hissələrin qatdalayacaqsınız içəriyə doğru, tikə də bilərsiniz. Lakin sadə belə də bağlayıb sonra kreyləyə bilərsiniz. İndi isə gəlinciyimizə araqçın hazırlayacaq. Bunun üçün kardondan kiçik bir dairə kəsirik.
Daha sonra bu kardon üzərinə məxmər parça çəkirik. Paltarda istifadə etdiyimiz zərli kantı araqçında da istifadə edəcəyik. Tən ortasından yapışdıracağıq. Yəni həm başlıq hissə üçün yer qoyacağıq, həm də yuxarıda qalan artıq hissəni araqçının üzərinə doğru qatdalayacağıq. Gəlinciyimiz tam hazırdır. Sağ olun, növbəti videolarda görüşənədək.